Bakı sakinlərinin bəzən şikayətləndiyi külək indi enerji və gəlir mənbəyinə çevrilir. Bugün istifadəyə verilən Xızı Abşeron külək elektrik stansiyası bu baxımdan növbəti uğurlu layihədir. Təməli 2022-ci ilin yanvarında Azərbaycan Prezidenti İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Saud tərəfindən qoyulan stansiya Səudiyyə Ərəbistanının Aqua Power şirkətinin investisiyası hesabına ərsəyə gəlib. 240 meqavat gücündə stansiyanın istifadəyə verilməsi Azərbaycan dövlətinin enerji transformasiyası siyasətinin ifadəsi olmaqla yanaşı, xarici investorların ölkəmizə sərmayə yatırmaq marağının nəticəsidir. Ümumilikdə 37 hektara yaxın torpaq sahəsini əhatə edən stansiyanın illik istehsal həcmi təqribən 1 milyard kilovat saat nəzərdə tutulur ki, bunun da nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət olunacaq və 400 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. Layihənin icrasına təxminən 340 milyon Amerika Birləşmiş Ştatları dolları xarici investisiya yatırılıb. Layihənin baş podratçısı Çinin Power China Group'un törəmə şirkəti olan Power China Holding Engineering Company Ltd şirkətidir. Layihə bizə nə qazandıracaq? Azərbaycanın böyük bir külək potensialı var, həm quruda, həm dənizdə. Ona görə də tədricən bu potensialdan bizim istifadə etmək niyyətimiz var. Bugün biz bu elektrik enerjisini Azərbaycanın daxili şəbəkəsinə verəcəyik. Amma gələcəkdə yaşıl enerji mənbələrindən alınacaq elektrik enerjisinin ixracı da nəzərdə tutulur. Tikinti mərhələsində çalışanların 80% Azərbaycan vətəndaşları olub. Məqsədimiz isə layihənin istismar mərhələsində çalışan personalın 100%-nin yerli mütəxəssislərdən ibarət olmasıdır. Azərbaycan uzun illərdir ki, bizim əsas tərəfdaşlarımızdan biridir və biz bu müddət ərzində ölkədə müxtəlif sahələr üzrə fəal şəkildə fəaliyyət göstərmişik. Bu layihənin Azərbaycanın enerji balansının şaxələndirilməsinə xidmət edəcəyindən və ölkənin milli dayanıqlı inkişaf məqsədlərinə dəstək göstərəcəyindən məmnunuq. Start düyməsini Azərbaycan Prezidenti İlham Əliyevlə Aqua Power şirkətinin direktorlar şurasının sədri sıxacaqlar. Bu Azərbaycanda külək enerjisi ilə bağlı ən böyük layihədir. Biz Power China şirkətindən layihələndirmə, satın alma və tikinti üzrə podratçıyıq. Azərbaycandakı layihəyə töhfə vermək bizim üçün böyük şərəfdir. Düşünürəm ki, növbəti layihə dəniz suyunun duzlaşdırılması ilə bağlı layihədir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev.